Akıl Bakdadı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gecə hekayəsi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi Qəhrəman Fili. Fili böyük və güclü bir fil idi. O həmişə başqalarına kömək edir və problemləri həll edirdi. Fili bütün heyvanların dostuydu. O çox güclü idi. Hətta vəhşi heyvanlar belə ona qalib gələ bilmirdi. Amma bir gün çox maraqlı bir hadisə baş verdi. Həmin gün fili çox ac idi. Qarnı qurr edirdi. O tez evə qaçdı. Anası ona böyük bir boşqab tərəvəz gətirdi. Amma fili bu yeməyi görəndə sevinmədi. Yox, mən tərəvəz sevmirəm. Mən yerkökü istəmirəm. Brokoli isə lap iyrəncdir. Anası dedi, Mənim ağıllı oğlum, tərəvəzlər vitaminlərlə zəngindir. Onları mütləq yeməliyik. Onlar bizim bədənimizi gücləndirir. O mızıldanıb otağına getdi və yatağına uzandı. Öz-özünə deyinməyə başladı. Tərəvəzlər necə məni güclü edə bilər? Onların heç dadı da yoxdur. Amma şokolad və dondurma daha dadlıdır. Onlar məni güclü edər. Bu cür düşüncələrlə fili yuxuya getdi. Yuxuda yenidən yemək masasındaydı. Anası yenə tərəvəz gətirmişdi. O yenə etiraz etmək istəyirdi ki, birdən bir bibər boşqabdan çıxdı və çiyninə tullandı. Ey, fili, niyə şikayət edirsən? Heç mənim dadıma baxmısan? Heç bilirsən tərəvəzlər içində C vitamini ilə ən zəngin olan mənəm? C vitamini səni güclü edər, xəstəliklərdən qoruyar. Mən sənin üçün çox faydalıyam. Əgər sağlam və güclü qalmaq istəyirsənsə, bizi yeməlisən. Sonra bir brokoli tullanıb dedi. Salam, mən brokoliyəm. Mən kiçik yaşıl bir ağaca bənzəyirəm. Məni yesən əzələlərin güclü olar. Hətta ürəyin də sağlam olar. Hə, qorxma, bir məni dad. Sonra bir yerkökü gülərək dedi. Mən səni heyrətləndirəcəyəm. Məni yesən gözlərin iti görər. Həm də xırt-xırt səsim var. Çipsdən daha dadlıyam. Sonra bir şirin kartof dedi. Mən də buralardayam. Həm dadlıyam, həm də səni sağlam saxlayıram. Birdən kiçik bir noxud tullanıb dedi. Mən balaca olsam da çox güclüyəm. Sümüklərini və qanını sağlam saxlayıram. Fili bir anda yuxudan oyandı. Tez əl-üzünü yudu və masaya oturdu. Anası yenə ona tərəvəz gətirdi. Fili üzünü turşutmaq istəyirdi ki, yuxusundakı sözlər yadına düşdü. Mən tərəvəzləri dadmalıyam. Onlar məni güclü və sağlam edəcək. O əvvəlcə yerkökündən kiçik bir dişlədi. Vau, bu çox dadlıdır. Sonra brokolini yedi. Sonra noxudları. Bunlar həqiqətən dadlıdır. Fili indi tərəvəzləri çox sevirdi. O özünə söz verdi. Mən həmişə tərəvəz yeyəcəyəm, sağlam və güclü qalmaq üçün. Çünki qəhrəman olmaq üçün güclü olmaq lazımdır. Bəli, əziz balalar, siz də güclü və sağlam olmaq üçün tərəvəz yeməlisiniz.
Bu nağılla bağlı şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Əziz gül balalar.